İnsanlar valideynlərinə itaətsizlik edəcək, amma dostlarını uzaldacaqlar. Gəlin bu gecə bir şey edək. Mən hər dəfə qeybi bir xəbər oxuyanda və siz artıq onun gerçəkləşdiyini görəndə Saddaqdə ya Rəsulallah, yəni doğru buyurdun ey Allahın Rəsulu deyin. Beləliklə, bir daha, insanlar valideynlərinə itaətsizlik edəcək, amma dostlarını uzaldacaqlar. Bu gün baş verirmi? Yalançılıq və saxtakarlığın yayılması, qeyri-qanuni uşaqların və zinanın artması, çılpaqlıq və ədəbsizliyin adi hala çevrilməsi, kişilərin qadınlara, qadınların isə kişilərə bənzəməsi, spirtli içkilər açıq-aşkar içiləcək, musiqi və musiqi alətləri hər yerdə yayılacaq, zina açıq şəkildə və geniş şəkildə yayılacaq, boşanma hallarının sayı artacaq, insanlar bir-birinə olan etimadı itirəcək, etibarlı insanlar etibarsız